Tural Sadıqlı mənən öldü. Əldə etdiyim məlumata görə o prezidentin köməkçisi Hikmət Hacıyevlə dialoq zamanı aldığı ağır dərəcəli vicdan xəsarətindən ölüb. Uzun illər vətən millət sevgisi çatışmazlığından əziyyət çəkən Tural Sadıqlı Hikmət Hacıyevin dediyi sözlərdən sonra özündə vicdan çatışmazlığının da olduğunu öyrənəndə halı pisləşib və həyatını itirib. Tural Sadıqlının canlı yayımlarda, debatlarda ermənilərin maraqlarına xidmət edən çıxışlarına şəxsən baxmışam. Ermənistanda qadağan edilmiş dırnaqarası Artsaq Respublikası ifadəsini necə böyük ehtirasla, gözlərindən alov çıxa-çıxa deməsinin özüm şahidi olmuşam. O, Artsaq prezidenti, Artsaq parlamenti deyəndə elə bil ürəyindən tikan çıxırdı. Təsəvvür edin, erməni lobbisi ölkəmizi beynəlxalq aləmdə ittiham etmək üçün Azərbaycan ordusu hücuma keçib deyirdi. Eyni cümləni həmin gün Tural Sadıqlı da təkrarlayırdı. Sadə məntiqi olan hər kəs bu faktı göz önündə tutub Sadıqlı haqqında gerçəyə vara bilər. Sadıqlı Tural deyir ki, həmin videolar montajdır. Lakin şərhlərdə elə öz izləyiciləri yazmışdılar ki, ay Tural, yalanı nə gərək var? Canlı yayımda özümüz baxmışıq. Separatçıları dəstəkləyən sözlər demisən. Təsəvvür edin, Hikmət Hacıyevlə cəmi 30-40 saniyəlik söhbət Tural Sadıqlı ilə bağlı yaranmış bütün mifi dağıtdı. Turalın separatçılarla bağlı çıxışlarına baxıb əmin oldum ki, bu adam Azərbaycana səmimi qəlbdən nifrət edir. Onun bu mövzudakı çıxışlarının tərcüməsi belədir. Mən Azərbaycana və onun xalqına nifrət edirəm. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.